Bugün mən Milan Hospitalın həkim kardioloqu sizə ürəyinizi sağlam saxlamaq üçün 5 faydalı məsləhət barədə danışmaq istəyirəm. Birincisi, müntəzəm olaraq kardio məşqlər. Bura sürətli yürüyüş, üzgüçülük, velosiped sürmə daxildir. Bunlar gündə ən azı 30 dəqiqədən az olmamalıdır. Yaxşı olardı ki, hər gün və yaxud gün aşırı. İkincisi, sağlam qidalanma. Duzlu və şəkərli miqdarı azaltmaq lazımdır. Ümumiyyətlə, duzun miqdarı sutkada 5 qramdan çox olmamalıdır və meyvə, tərəvəzə və balıq məhsullarına üstünlük vermək məsləhətdir. Üçüncüsü, spirtli içkilərdən və siqaret çəkməkdən imtina etmək. Siqaret çəkmək ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biridir. Siqaret çəkəndə həm damarların divarı zədələnir, həm də koronar arteriyaların spazmına gətirə bilər. Dördüncüsü, sizin bədəninizin çəkinizi nəzarət altında saxlamalısınız. Ümumiyyətlə, bədən kütləsinin indeksi 20-25% civarında olmalıdır. Və 5-ci faydalı məsləhət, deməli, keyfiyyətli gecə yuxusu 7-9 saat olmalıdır. Əgər siz xronik yuxusuzluqdan əziyyət çəkirsinizsə, onda ürək-damar xəstəliklərinin riski artır. Siz bu vərdişlərə riayət eləsiniz, ürəyinizi sağlam saxlaya bilərsiniz. Yox, əgər sizdə ürəyinizdə hər hansı bir narahatçılıq varsa, onda buyurun Milan Hospitala müraciət edə bilərsiniz.